Bəzi qidalar var ki, hətta böyüklər üçün belə çox təhlükəlidir. Qaldı ki, həmin qidalardan azyaşlı uşaqlar istifadə edir. Bir dənə indiki yaşlı nəslin uşaqlığına baxın. Demək olar sağlam qidalanıblar. Hansını dindirirsən, deyir, SSR vaxtı bir cür ya iki cür yağ var idi, o da sağlam idi. Çörəkləri sağlam şəkildə bişirilirdi. Daha uzun ömürlü idilər. Yəqin ki, sizin də nənəvizin nənəsi, nənəvizin anası 100 yaşı görüb. Hər addım başı şirniyyat dükanı yox idi. Stres səviyyələri minimum idi. Çünki işsiz adam yox idi, evsiz adam yox idi. Növbəyə durub rahatlıqla ev ala bilirdilər. Bu qədər kreditlər, banklar, faizlər, bank kartları yox idi. Daha hərəkətli həyat tərzləri var idi. İstirahətlərinə önəm verirdilər, sanatoriyalara gedirdilər, pambıq yığmağa gedirdilər. Yəni bir növ özlərini xoşbəxt hiss edirdilər. Həmin bu xoşbəxtçilik içində böyüyən yaşlı nəsil baxsan ki, indi 70-80 yaşı güclə görür. Bizim nəsil də hardasa o xoşbəxtliyi qismən dada bilib. Düzdür, bizim vaxtımızda da 90'larda da zərərli qidalar var idi, amma mənim şəxsən məsəl üçün anam qoymurdu çöl yeməyi yeməyə. Təkiddən dedi, gəlib evdə yeyəsən, gəlib evdə yeyəsən. Məktəbdə də düz o imkan olmurdu ki, alıb kalbusa çörək filan ye. Yəni əksəriyyətimizdə belə idi. İndi siz düşünün ki, indiki uşaqlara özümüz öz əlimizlə bu qidaları alıb veririk ki, al bala ye. Bu uşaqlar necə 40 yaş, 50 yaş görsün? Baxsan 13 yaşı var oğlanın, 40 yaşlı kişiyə oxşuyur. Baxsan cavan qızdı, yaşlı xalaya oxşuyur, bədəni tüklü, boy balaca ki, ona görə lazer salonları qızlarla qaynayır. Bunların hamısının səbəbi yediyimiz qidalardır. Uşaqlarımıza sağlam gələcək vermək istəyirsinizsə, aşağıda qeyd edəcəyim qidalardan onları maksimum uzaq tutun. Sağlam olun, sağlam qalın.